Salam əziz şagirdlər, bugünkü gündə dərsimiz termodinamikanın əsasları, daxili enerjinin dəyişmə üsulları, termodinamikada iş, istilik vermənin növləri haqqında qısa məlumat verəcəm. Biz molekulyar kinetik nəzəriyyə ilə keçəndə demişdik ki, molekulyar kinetik nəzəriyyədə artıq biz cismin daxilində baş verən istilik proseslərini öyrənirik. Daxili enerji cismin daxilində cismi təşkil edən atom və molekulların kinetik və potensial enerjilərinin cəmidir. Ona görə də biz daxili enerjiyə tərifi bu şəkildə verəcəyik. Cismin molekullarının, cismi təşkil edən molekulların kinetik və potensial enerjilərinin cəminə daxili enerji deyilir. Y kinetik üstəgəlsin Y potensial düsturu ilə hesablanır. U hərfi ilə işarə olunur. Bu bizdən ötürü daxili enerjinin düsturudur. Və daxili enerji, ümumiyyətcə enerji olduğu üçün enerjilərin hamısının vahidi 1 jouldur şagirdlər. Əsas vahidlərlə də ifadəmiz yenə də kiloqram metr kvadratı bölünsün saniyə kvadratıdır. Daxili enerji nədən asılıdır? Cismin daxili enerjisi asılıdır 1 aqreqat haldan, 2 asılıdır temperaturdan və 3 asılıdır daxili enerjimiz kütlədən. Bunlar qazın daxili enerjinin asılı olduğu kəmiyyətlərimizdir ki, aqreqat halı dəyişsək daxili enerji dəyişər, temperaturu dəyişsək daxili enerji dəyişər, kütləni dəyişsək daxili enerji dəyişər. Biz ideal qazdan danışdığımıza görə, ideal qaza tərif vermişdik ki, potensial enerjisi nəzərə alınmayacaq dərəcədə kiçik olan qazlara ideal qazlar deyilir. Ona görə biz artıq potensial enerjini nəzərə almayacağıq və ideal qazdan danışdığımıza görə onun aqreqat halda bəllidir qaz halıdır, artıq aqreqat haldan da danışmayacaq. Ona görə də ideal qazın daxili enerjisindən danışası olsaq, ideal qazın daxili enerjisi U bərabərdir, N vurulsun YK üstü xətti, yəni orta kinetik enerji yaza bilərik. Çünki artıq ideal qazı N sayda molekul təşkil edir, hər bir molekulun orta kinetik enerjisi YK-yə bərabərdir, onda NYK bizdən ötürü daxili enerjiyə bərabər olur. Orta kinetik enerjinin düsturu 2-dən 3 KT ifadəsini yazarıq və molekulların sayı üçün də kiçik M bölünsün böyük M vurulsun NA ifadəsini yaza bilərik. O zaman biz Joule qanununu alarıq. Bu bərabərdir 2-dən 3 M bölünsün M RT. Bu ifadə bizdən ötürü ideal qazın daxili enerjisinin düsturudur, həm də Joule qanunudur. Belə. Buradan gördüyümüz kimi daxili enerji asılıdır. İdeal qazın daxili enerjisi asılıdır kütlədən və ideal qazın daxili enerjisi asılıdır temperaturdan. Biz K-NA-nın da yerinə R yazdıq. R universal qaz sabitidir. Hətta biz o düsturu daxili enerji üçün 2-dən 3 nu RT şəklində də yaza bilərik. Nu RT ideal qaz qanunlarında PV-yə bərabər olduğuna görə daxili enerjinin düsturunu biz 2-dən 3 PV şəklində də yaza bilərik. Bu, daxili enerjinin verilən kəmiyyətlərə görə düsturlarıdır. Əgər bizə təzyiq və həcm verilərsə, daxili enerjinin düsturunu 2-dən 3 PV olaraq hesablaya bilərik. İdeal qazın amma dedik ki, daxili enerjisi asılıdır kütlədən və temperaturdan. Asıllıqlarımızı bu şəkildə çəkəcəyik. Daxili enerji, ideal qazın daxili enerjisinin təzyiqdən asıllığı, ideal qazın daxili enerjisinin həcmdən asıllığı, ideal qazın daxili enerjisinin kütlədən asıllığı və ideal qazın daxili enerjisinin temperaturdan asıllığı qrafik. Qrafiklərimizi çəkək. Təzyiqlə düz mütənasib asılı olacaq o vaxt ki, həcm sabit olsun. 2-dən 3 PV düsturuna əsasən. Həcmlə o vaxt düz mütənasib asılı olacaq ki, təzyiq sabit olsun. Kütlə ilə o vaxt düz mütənasib asılı olacaq ki, temperatur sabit olsun. Və temperaturla o vaxt düz mütənasib asılı olacaq ki, kütləmiz sabit olsun. Bu, ideal qazın daxili enerjisinin asılı olduğu kəmiyyətlərdir. Əgər kütləmiz sabit olarsa və eyni anda temperaturumuz sabit olarsa, yəni izotermik prosesdə İzotermik prosesdə bizim daxili enerjimiz də sabitdir və daxili enerjinin dəyişməsindən danışası olsaq, daxili enerjinin dəyişməsi sıfıra bərabərdir.
İzotermik prosesdən gedir söhbət şagirdlər burada. İzotermik prosesdə qazın daxili enerjisi təzyiqdən və həcmdən asılılığı sabit asıllıq olacaq. Yəni izotermik prosesdə qazın daxili enerjisi təzyiq və həcmdən asılı deyil. İdeal qazın daxili enerjisinin dəyişməsindən danışası olsaq, daxili enerjimizin dəyişməsi temperaturun dəyişməsi ilə düz mütənasib asılıdır. Nu R delta T. Və yaxud da ideal qazın daxili enerjisinin dəyişməsini təzyiqin sabit qiymətində həcmin dəyişməsi ilə düz mütənasib götürərik. P konstant yazıram qarşısından. İdeal qazın daxili enerjisinin dəyişməsi əgər həcm sabitsə təzyiqin dəyişməsi ilə düz mütənasib asılı qalar. Və ideal qazın daxili enerjisinin dəyişməsini 2-dən 3 P2, V2 çıxılsın P1, V1 düsturuna əsasən hesablaya bilərik. Burada artıq təzyiq, temperatur və həcm üçü də sabit olmadığı halda, yəni üçü də dəyişən halda daxili enerjinin dəyişməsini bu düsturlardan hesablaya bilərik. Amma temperatur sabit olanda qazın daxili enerjisinin dəyişməsi sıfıra bərabərdir. İdeal qazın daxili enerjisini biz iki üsulla dəyişdirə bilərik. 1. Qaz üzərində iş görməklə dəyişmə. 2. İstilik verməklə dəyişmə. Məsələn, indi gələk iş görməyə. Görək termodinamikada iş nədir? Hər hansısa bir silindrik qab götürürük şagirdlər. Həmən silindrik qabın üzərində bir dənə porşen yerləşdiririk. Hansı ki porşen aşağı yuxarı hərəkət edə bilir və porşenin altında ideal qaz mövcuddur. Qaz hər hansısa bir F' qüvvəsinin porşeni yuxarı hərəkət etdirməyə çalışır, xarici qüvvələr də F-dən aşağı. Tutaq ki bizim qazımız həmən o porşeni müəyyən qədər yer dəyişmə elətdirir. Əvvəlki hündürlüyümüzü qeyd edirik H1, sonraki hündürlüyümüzü qeyd edirik H2. Bu zaman porşenin yer dəyişməsi delta H bərabər olur H2 çıxılsın H1-ə. Və bizim qüvvəmizin düsturu, yəni iş görülən işin düsturu, yəni buradakı qazın qüvvəsi, təsir etdiyi qüvvə təzyiq vurulsun sahədir və görülən işimiz isə qazın gördüyü iş A' isə F vur delta H-dır. İndi F-in yerinə P vur S, delta H-ın da yerinə H2 çıx H1 yazırım. S-i H2-yə vursaq V1 həcmi, daha doğrusu V2 həcmi, S-i H1-ə vursaq V1 həcmini alarıq. Bu isə bizdən ötürü həcmin dəyişməsidir. Aldıq P delta V. Bu düsturun anlaşıdır. Ona görə biz deyəcəyik ki, qazın gördüyü iş həcmin dəyişməsi ilə düz mütənasib asılıdır. Baxın şagirdlər, qazın gördüyü iş həcmin dəyişməsi ilə düz mütənasib asılıdır. İndi biz P delta V-ni, yəni həcmin dəyişdiyi halda A' bu şəkildə də yaza bilərik. Nu R delta T şəklində də yaza bilərik. Amma burada bizim həcmimiz sabit qalmalı deyil. Ona görə də əgər həcm sabit qalmadığı halda qazın gördüyü işi nu R delta T-də yaza bilərik. Amma qazın gördüyü iş P delta V-dir və həcmin dəyişməsi ilə düz mütənasib asılıdır. Və xarici qüvvələrin gördüyü iş həmişə əks işarə ilə qazın gördüyü işə bərabərdir. İndi biz birinci hala baxırıq. Birinci halımız nədən ibarətdir? Tutaq ki, genişlənmə zamanı. Bu genişlənməyə aiddir izobar genişlənmə, izotermik genişlənmə, ondan sonra adiobat genişlənmə. Əsas odur ki, genişlənmə olsun. Genişlənmə zamanı, yəni həcmimiz V2, V1-dən böyükdür, yəni delta V-miz müsbətdir. Bu zaman qazın gördüyü iş müsbət olacaq, xarici qüvvələrin gördüyü iş isə mənfi olacaq. Deyəcəyik ki, genişlənmə zamanı qaz müsbət iş görür, xarici qüvvələr isə mənfi iş görür. Getdik ikinci hala. İkinci hal sıxılmadan gedir söhbət. Sıxılma, yəni adiobat, izotermik, izobar sıxılma zamanı V2 həcmi V1 həcmindən kiçikdir, delta V'miz kiçikdir, sıfırdır. Bu zaman qaz mənfi iş görür, xarici qüvvələr isə müsbət iş görür. Yəni sıxılma zamanı xarici qüvvələr müsbət,
iş görür, qaz isə mənfi iş görür. Və nəhayət gəlirik 3-cü hala. İzoxor proses. İzoxor proses. Yəni həcm sabit olarsa. Həcm sabit olarsa V2 V1-ə bərabərdir. O zaman delta V'miz sıfırdır. Bu zaman qaz iş görmür, xarici qüvvələr də iş görmür. Yəni izoxor prosesdə qaz və xarici qüvvələr iş görmür. İndi biz P delta V düsturu ilə hesabladığımıza görə şagirdlər, bizdən ötürü P'nin V'dən asıllıq qrafiki verildikdə, bu zaman bu qrafikin altında qalan hissənin sahəsi, altında qalan fiqurun sahəsi S fiqur həmişə qazın gördüyü işə bərabərdir. Burada siz diqqət eləyəcəksiniz nəyə? Əgər həcm artıbsa qazın gördüyü işi müsbət götürəcəksiniz, həcm azalıbsa qazın gördüyü işi mənfi götürəcəksiniz. Yəni P-nin V-dən asıllıq qrafikində fiqurun sahəsi həmişə qazın gördüyü işə bərabərdir. Bu olacaq bizdən ötürü termodinamikada iş anlayışı. Yenə də təkrar deyirəm, nümer delta T düsturu ilə hesablaya bilərik. O zaman ki, biz əmin olaq ki, həcmimiz neyiniyib? Dəyişib. Belə. Bu oldu bizdən ötürü termodinamikada iş anlayışı. Keçək istilik verməyə. İş görmədən daxili enerjinin dəyişməsi prosesinə istilik vermə deyilir. İstilik vermənin 3 növü var. 1. İstilik keçirmə. İstilik keçirmə. 2. Konveksiya. Konveksiya. 3. Olacaq şualanma. Olacaq şualanma. Enerjinin cismi təşkil edən zərrəciklər vasitəsilə cismin bir hissəsindən digər hissəsinə ötürülməsi prosesinə istilik keçirmə deyilir. İstilik keçirmə zamanı yalnız enerji daşınması baş verir. Enerjinin maye və ya buxar vasitəsilə ötürülməsi prosesinə konveksiya deyilir. Konveksiya zamanı maddə daşınması baş verir. Çünki qaynar buxar molekulları və ya maye molekulları bir nöqtədən digər nöqtəyə ötürülür. Enerjinin elektromat dalğaları vasitəsilə və ya şüalar vasitəsilə ötürülməsinə isə şüalanma deyilir. Şüalanmanın digərlərindən fərqi ondan ibarətdir ki, şüalanma vakuumda da baş verir, amma digərləri vakuumda baş vermir. Şüalanma zamanında enerji daşınması baş verir, maddə daşınması baş vermir. Bu olur istilik vermənin növləri. İstilik vermə zamanı cisimlərdən biri enerjini alır, digər isə enerjini verir. İstilik vermə zamanı alınan və ya verilən enerji istilik miqdarı deyilir. Q hərfi ilə işarə olunur. İstilik miqdarının vahidi jouldur. Yəni alınan və ya verilən enerji olduğuna görə 1 joula bərabərdir. İstilik vermə zamanı cisimlərdən enerjinin temperaturu yüksək olan cisimlər həmişə enerji ötürür. Və yadda saxlamaq lazımdır ki, heç bir iş görmədən soyuq cisimdən isti cisimə enerji ötürülməsi baş verə bilməz. Enerji ötürülməsi həmişə isti cisimdən soyuq cisimə ötürülür və bu enerji ötürülməsi prosesi temperaturlar bərabərləşənə qədər davam edir. Yəni, cisimlərdə temperatur tarazlığı yaranana qədər istilik vermə prosesi baş verir. 1 kiloqram istənilən cismi 1 Kelvin 1 dərəcə Selsi qızdırmaq üçün lazım olan istilik miqdarına xüsusi istilik tutumu deyilir. Xüsusi istilik tutumu kiçik C hərfi ilə işarə olunur. Q bölünsün M delta T düsturu ilə hesablanır. Biz delta T'lər bərabər olduğuna görə onu böyük delta T ilə də yaza bilərik. Xüsusi istilik tutumu yalnız növdən asılıdır. Yalnız növ. Yəni Q-dən, M-dən, delta T-dən asılı deyil. 2 müxtəlif maddə üçün onlardan asılılıq götürə bilərik. Məsələn, kütlənin zamanını temperaturu sabit saxlayarıq. Onda istilik miqdarının düz asılı olmuş olar. İstənilən kütləli maddənin 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarına istilik tutumu deyilir. O böyük C hərfi ilə işarə olunur. O da Q bölünsün delta T düsturu ilə hesablanır. Delta T. İstilik tutumu, bax, Q-nün yerinə biz
istilik miqdarının yerinə Q bərabərdir Cm delta T ifadəsini yazası olsaq, onda böyük C üçün belə bir ifadə alarıq. Kiçik C vurulsun M. Yəni böyük C'miz həm növdən, həm də nədən asılıdır? Kütlədən. Kütlədən asılı. Belə. İndi bizim istilik tutumumuzun vahidi 1 Joule bölünsün Kelvindir. Xüsusi istilik tutumumuzun vahidi isə 1 Joule bölünsün kiloqram vurulsun Kelvindir. Belə. Bu da xüsusi istilik tutumunun düsturu. İndi istilik vermə zamanı dedik ki, temperatur tarazlığı yaranır. Qərarlaşmış temperaturun düsturunun tapılması məsələsi var. Onu yazacağıq. Biz bilirik ki, istilik vermə zamanı maddələrdən biri istiliyi verir, digəri isə istiliyi alır. Alınan və ya verilən enerjilərin cəmi sıfıra bərabərdir. Bu ifadəyə biz deyirik istilik balans tənliyi. İstilik balans tənliyi. Əgər bizim maddələrimizdən biri xüsusi istilik tutumu C1, kütləsi M1, temperaturu T1-dirsə, digər maddəmizin xüsusi istilik tutumu C2, kütləsi M2, temperaturu T2-dirsə, bunları qarışdırdıqda qarışığın son temperaturu olacaq T0. Son temperatur. O zaman biz verilən enerjinin yerinə yaza bilərik C1 M1, delta T'nin yerinə yazarıq T0 çıx T1, üstə gəlinsin C2 M2, delta T'nin də yerinə T0 çıxılsın T2 bərabərdir 0. Buradan son temperaturu təyin eləyəsi olsaq, qarışığın son temperaturu üçün qərarlaşmış temperaturlar deyirlər buna. Belə bir ifadə alarıq. C1 M1 T1 üstə gəlinsin C2 M2 T2 bölünsün C1 M1 üstə gəlinsin C2 M2. Əgər bizim qarışığımız eyni maddədirsə, məsələn su, eyni maddənin xüsusi istilik tutumu eyni olduğuna görə düsturdan ixtisar etsək, onda qərarlaşmış temperatur üçün belə bir ifadə alarıq. M1 T1 üstə gəl M2 T2 bölünsün M1 plus M2. Eyni maddədə sıxlıqlar da bərabər olduğuna görə kütlədən sıxlıqları ixtisar etsək, həcmdən verilsə V1 T1 üstə gəl V2 T2 bölünsün V1 plus V2 düsturundan hesablaya bilərik. Eyni anda qərarlaşmış temperatur üçün biz böyük C-lər üçün, yəni C1 M1-in yerinə böyük C1 T1 üstə gəlinsin böyük C2 T2 bölünsün böyük C1 üstə gəlinsin böyük C2 düsturundan da istifadə edə bilərik. Yəni bizə istilik tutumları verilərsə, o zaman biz bu düsturlardan istifadə eləyə bilərik. Bax, bu da bizim qərarlaşmış temperaturumuz. Yadda saxlayırıq ki, istilik tarazlığında olan maddələr üçün yazıram bura istilik tarazlığı. Olan maddələr. İstilik tarazlığında olan maddələr üçün bizim orta kinetik enerjilərimiz eynidir. Bir də temperaturlarımız eynidir. Temperaturlar eynidir. Belə şagirdlər. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın. Yenə də təkrar deyirəm, hər videomda təkrar deyirəm. Əgər hansısa mövzu, hansısa sualın izahı vacib lazımdırsa, onun şərh bölməsində qeyd edə bilərsiniz ki, mən onu izah edərək sizinlə paylaşım. Sağ olun, təşəkkürlər.